Ne olur, niyə narahat olursan? Səni nədir narahat eləyən? Nə var axı burada? Yəni bu kiminsə başına daş vurub başını yarmır ki. Bu ancaq bu hərəkətlərin içərisində, daha doğrusu onun arxasında nə mənalar gizlənir, onu araşdır da. Oradan bir hikmət tap ki. Yoxsa əgər ona qalsa namaz qılmaqla, nədir, əyilirsən, durursan, nə olsun? Yaşlı başlı adamsan, yıxılırsan yerə, balını qoyursan torpağa, qalxırsan, bu nə işdir? Adama deyərlər də bunu. Əgər bu cür yanaşsaq hər şeyə, bu cür yanaşsaq hər şeyə, heç bir şeydə hikmət olmayacaq. Hə, bunu hərəkət edirsən. Hə, bunu niyə eləyirsən? Bunu deyən adamlar var ha. Bu adam insan kimi toy eləyir, eləmir, yas eləyir, eləmir. Toyundan 1000 dənə səhv tutarıq, yasından 1000 dənə səhv tutarıq. Əgər başlasaq bir-birimizdən səhv tutmağa, onda hələ hər şey qoyaq, başlayaq hamı ilə vuruşmağa. Bu nə hərəkət eləyirsən, o deyəcək, o nə hərəkət eləyirsən. Bunların yəni baxış düzgün deyil. Bir şey ki, ilahi əmirdir, onun altında hikməti axtar ginən sən.